Həftəlik bürclər 3 noyabrdan 10 noyabra doğru dolça ikizlər tərəzi bürclərinin hava ünsürlərini nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə hər şeydən vacib enerji almağınızdır. Ruhsal enerjinizi özünüzü sabitləməyinizdir. Özünüzü güclü bir şəkildə zamana doğru aktivləşdirməyinizdir. Çünki bu həftə sizi pul olaraq, maddiyyat olaraq gözəl şanslar gələcək. İşlə, finans olaraq, maddisal olaraq çox gözəl aktivlikləriniz olacaq. Amma sizin qərarsızlığınız, içinizdə baş verən o dalğanın yatmaması, hər şeyə doğru yarımçılığı, hər şeyə doğru boşluğu, hər şeyə doğru belə deyiniz, zaman çərçivəsinə doğru çalxalanmanı aktivləşdirəcək. Bacardığınız qədər səbirlə, bacardığınız qədər sözün, cümlənin bitişini gözləməyə çalışın. Çünki bu həftə edəcəyiniz addımların səbirsizliyi sizi böyük bir dalğanın daha da zəlzələnin aktivləşməsinə səbəb olacaq. Ən çox da dolça qadınlar daha şanslı bir məqamda olacaqsınız, nəinki dolça kişiləri. Çünki şəxsiyyətlə qısqanclıq, zaman çərçivəsinə doğru heç nə ilə bağlı yetməməzlik, hər şeyə narazıçılığınız, əlinizdə olanların itkisini, əlinizdə olanların sizə qarşı soyulmasına səbəb ola bilər. Ümumi sağlamlıqla əlaqədar olaraq xoşuma gəlməyən diş, ağız, çənə sistemində problemlər, allergik fonda səpki və yaxud da nəsə qaşıntıların aktivləşməsi ola bilər dolçalar. Biraz bunlara fikir verməlisiniz. Ən çox da beyin təzyiqi olaraq bu həftə biraz daha çox bədənimizin rezonansına rastlaşacaqsınız. Ümumi həftəni dəyərləndirsək, maddisal və özünüz baxımından pis həftə deyil. Pul, maddisal şanslarınız sizə doğru aktiv vəziyyətdədir. Amma sizin analiz və baxış açınızın aktiv olmaması hər şey zamana doğru tərsinə edə bilər. 69-73% qədər həftənizi uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə kimlərinsə qurban ola bilərsiniz. Bu həftə üzərinizdə çoxlu gözlər, bu həftə insanların siz barədə danışıqları, insanların sizi səhv yönə doğru yönləndirməsi ilə bağlı problemləriniz ola bilər. Onlara ciddi bir şəkildə fikir verin. Və bu həftə əkizlər bacardığınız qədər həftənin əvvəlində uşaq kimi, bu həftənin sonlarına doğru qocalmış, ruhu çökmüş bir insan olacaqsınız. Yəni həqiqi mənada iki sifətli bir formada olacaqsınız. Hansı istiqamətə getməyiniz, hansı istiqamətdə aktivləşməyinizi belə deyim də yarımçıq bir məqamda qalacaqsınız. Şans olaraq maddisal şansınız aktivdir. Zaten bu həftə hava ünsürləri, pul şansları aktivdir. Sadəcə özünüzdəki bax əkizlərin özünüzün sizə qarşı qoyulan oyunların qisas almağı, o insanlara qarşı həmin addımla getməyiniz, içinizdə kininizi, içinizdəki nifrəti daha da artıra bilər. Əkizlər buna icazə verməyinizi istəmirəm. Ümumi dəyərləndirsək, belə deyim də, başqalarla pul, maddiyyat baxımından şanslarınız, özünüzü pula doğru yüksəltməyiniz, maddisal şansın stabiliyini 70% qaldıra bilər. Amma şəxsiyyət və özünüzün dəngəsizliyi hər şeyi zəiflədə bilər. Sağlamlıqla əlaqədar, qida ilə mədə bağırsaqla əlaqədar problemləriniz ola bilər, onları aktivləşdirməz. Və əkizlər övlad, ailə, ürətmə, aktivləşdirmə, hamiləliklə əlaqədar bu həftə uğurlu bir həftədir. Dəyərləndirsə 75-76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma sizin iki sifətiniz olacaq. Əkizləri bu həftə tam aktiv şəkildə əkiz olduğunuzu bildirəcəksiniz. Tərəzilərə gələndə isə tərəzilər bacarırsız olduğunuz mühitdən uzaqlaşmağa çalışın. Çünki mühit olaraq, yer dəyişmə olaraq dəyişkənliyə getməz. Eyni mühit sizi sıxacaq, eyni mühitdə aktivləşməyiniz, özünüzü şanslı aparmağınız biraz zaman çərçivəsinə doğru boşdur. Tərəzilər qarşı tərəflərlə əlaqədar problemləriniz, ən çox da şəxsiyyətlə əlaqədar olaraq probleminiz, konfliktiniz olacaq ki, insanların sizi anlamaması, insanların sizə qarşı negativ gəlməyi, hər şeyə qarşı ümidsiz, hər şeyə qarşı yarımçıq olduğunu göstərəcək. Bu həftə hər şeyə qarşı şübhəviz o qədər çox olacaq. Qorxularınız, şübhələriniz, tərəzilər sizin stabilinizi, tərəzi balansınızı zəiflədəcək və dəngəsiz olacaqsınız. Oynaq bir vəziyyətdə olacaqsınız. Kaçelli, bir qabağa, bir sağa, bir sola doğru vəziyyətdə olacaqsınız. Danışıqlarımıza fikir vermək lazım tərəzilər. Ağızdan çıxan sözlərimiz bizi bu həftə quyuya apara biləcək qüvvədədir. Ən çox da cümə günündən sonra bizim danışıqlarımız, hərəkətlərimiz bizi parçalaya bilər. Gücünüzü göstərə biləcəksiniz. Bu həftə insanları idarə etməyə çox gözəl şəkildə bacaracaqsınız. Yenə də deyirəm, bax sizə də aiddir. Yediyimiz qidalar mədəmizdə problem, onurğamızda problem, qırılma, sınma ilə əlaqədar olaraq sümüksel sistemimizdə zəifliklər var. Bunlara fikir verməlisiniz. Xoşuma gəlməyən burun nəfəs sistemimizdə olan narahatçılıqların, keçmişdən qalan narahatçılıqların aktivliyini görəcəksiniz. Pis həftə deməzdim, amma biraz kaşaya vəziyyətdədir. 66%-dən harca 76%-ə qədər dəngəsiz formada olacaqsınız tərəzilər.